igid oyandı, bayrağıdır qan qırmızı boyandı. Yağı düşmən qaçaraqda dayandı, əhvalından, qırımından görünür. Ne möhtəşəm tarix yazdı dəftərəm, okunacaq, deyiləcək münkərəm. Adımızı ucatmışsan göylərə, bütün Qafqaz dağlarından görünür. Azərbaycandır Qarabağ, ayrılmaz candır Qarabağ. Eller kimi verdiğimiz Səfər bayramımız mübarək. Bunun mahnıların əksəriyyəti də indi biləcəksiniz ki, hansı mahnılardır və məzmununda kimdir tanış olacaq. Səfər bayramımız mübarək olsun. Bayramımız üçün İndi biz Afşanı, amma məktəbimizin dərsini Salam, məktəbimizə xoş gəlmişsiniz, bayramınız mübarək. Salam, məktəbimizə xoş gəlmişsiniz. Sizi məktəbimizdə görmək çox xoşdur. Çox sağ olun. Əziz müəllimlər, hörmətli qonaqlar və dəyərli şagirdlər, tədbirimizi açıq elan edirik. Bir dəqiqəlik sükutla yad edin. Allah rəhmət eləsin. Bugün Azərbaycan tarixinin qızıl səhifəsidir. Bugün o gündür ki, illərlə həsrətini çəkdiyimiz Şuşanın azadlığı ilə bütün vətənimiz sevincə boğuldu. Bu zəfər şəhərlərimizin qanı, qazilərimizin igidliyi, Azərbaycan əsgərinin hünəri, xalqımızın birliyidir. Bu zəfərin adı qələbədir. Bu qələbənin müəllifi isə Azərbaycan xalqıdır. Sürmə daşı qalxar, yolunu geçer. Biz ayağa kalksak eğer ayrılık biter. Biz ayağa kalksak eğer ayrılık
minnətdarım. Mahirə xanım, sizə, Tünzarə xanım sizə, Elçin müəllim, Sevinç xanım, Nicat bəy, Zahir müəllim, hər birinizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Bizim bu aksiyona gələn, bizim çalışmanın yaş həddinə çatmış, bizim dəyərli, fəxri müəllimlərimiz var ki, bu zəfərin, qalibiyyətin birbaşa səbəbkarı olanlardan biri də həmin müəllimlərimizdir. Onları da biz salamlayırıq. Xoş gəlmişsiniz. Üç rengi ay ulduzlu Azerbaycan bayrağı Meyanidir dünyada nur ışığı devranı Bak üç renkli ay ulduzlu Azerbaycan bayrağı Hedefin düşman olsun o silahlı yalvuza. Geç, yolun açık olsun Xətabaladan uzaq. Adına layık olan şiir, mahnılar yazar. Uca işin namine son döyüşe hazır. Bəxtəvər o anadır, yurdu üçün ər verə. Oğul doğa böylə, vətənə əskər verə. Milletimin adına Tanrı bəxtəvər verə. O alqışın namine son döyüşe hazır ol. Artık bizim səbrimiz doldu, komandan dedi. Baş komandan vur dedi, oldu komandan dedi. Siz gösteren yön, yol komandan dedi. Direnişin namine son döyüşe hazır ol. Durdun, ayağa kalktın, düşməni lal eyledin. Emdiğin ana sütün özüne halal eyledin. Bayrağının rengini biraz da al eyledin. O ateşin namine son döyüşe hazır ol. Sen vətənin gücüsən, vətənin əskər oğlu. Vətən haya çağırmaz, haraylamaz hər oğlu. Kızlar gül çiçeğiyle süsler müzəffər oğlu. O gəlişin namine son döyüşe hazır ol. Sen büyük qələbəyə bir nəfəs qədər yaxın. Sen büyük qələbəyə bir nəfəs qədər yaxın, uçuq minarələrdən qopan səs qədər yaxın. Müqəddəs kədər bitir, müqəddəs zəfər yaxın. Sonu çatıb zülmətin işıqlı səhər yaxın. Əl çatmayan arzular, uzaq üfüqlər, yaxın artdığım hər addımda qürurumuz yüksəlir. Azərbaycan əskəri. Sən indi bayraq ucaldığın yerdəsən, yetişib qisas günü ölç aldığın yerdəsən, ruhunun yurd yerindən güc aldığın yerdəsən, yürü hey, babaların məzarından səs gəlir. Azərbaycan əskəri. Daş dələn inadına nə yasaq, nə qadağa, bütün gavur ordusu bir teline sadağa, sans üç renkli bayrağı her qayaya, her dağa, arxanca el yürüyür, bayrağını as, gəlir Azərbaycan əskəri. Yalnız irəli deyib Ali Baş Komandanın, yalnız irəli deyib Ali Baş Komandanın, addımında döyünür qəlbi Azərbaycanın, damarında çağlayan o pak müqəddəs qanın gücüyle bu həsrətin düğününü kəs, gəlir Azərbaycan əskəri. Vətənə keşik çəkən gözünü öpsən də az, səngərlərdə sıyrılan dizini öpsən də az, Şuşada ayağının izini öpsən də az, sən keçdiyin yollara sarılacaq əllərin. Azərbaycan əskəri. Eski vətən olur, millət olur, onlar olur. Biz ki halka bağlı, eline bağlı, yurda bağlıyız. Biz ki halk yolunda andımızdan dönmeyiz esma. Vurur sürme karşı ey ulu vatan. Kalmaya rağmen
altında birleştir bizi. Kalkayalar millet, olmasınlar sesimizi. Bir bayrak altında birleştir bizi. Bayrak altında birleştir bizi. Birleştir bizi. Ey ulu vatanım, doğma torpağım. 5 ildir artıq zəfər qeyd edirik. Mən artıq neçə ildir bu 5 ildə demək olar ki, bir 4 dəfə zəfər bayramında bu məktəbdə iştirak edirəm. Bir şəhidin ailəsi kimi. Mən deyərdim ki, bugün təkcə bir tarix günü deyil. Bugün eyni zamanda bizim mərdliyimizin, qürurumuzun və şəhidlərimizin qanı ilə hazırlanmış bir şanlı səhifədir, şanlı gündür. Biz bugün də məhz bu gündə bütün hər kəsə sübut etdik ki, Azərbaycan xalqının mərdliyi, qüruru, şərəfi, vətənə olan sevgisi əbədidir, dönməzdir və biz bununla hər kəsə bunu sübut etməyə çalışdıq. Azərbaycanı sevməyən qüvvələr onu yaşatmaya imkan vermədilər, ömrü baltaladılar. Ancaq 70 il sonra Heydər adlı vətən oğlu, Ulu Öndər Heydər Əliyev xalqı birliyə, bərabərliyə səslədi. Xalq onun ətrafında yığışaraq mübarizə səsini qaldırdı, müstəqilliyinə qovuşdu. İşğal olunan torpaqların düşmən tapdağı altına ulaşmışamızı əsalətdən qoruyacaq. Azərbaycanı belə yaralı görmə, Şuşaya Qarabağa həsrət görmə, bizləri pərişan edir. Xan qızı, mən sizə və məclisimizin üzvlərinə təqdim olunanda hələ yeni etməkdir. Azad xalqım, qələbədən qürurluyum. Azad vətən, azad xalqım, qələbədən qürurluyum. Sizin də ən böyük qayəniz əlbəttə ki, savadlı gənc olaraq vətənə, dövlətə xidmət etməyinizdir. Fərq etməz, istər Azərbaycanımızda, istərsə də Azərbaycanımızdan kənarda siz bizim bu müqəddəs amalımızı davam etdirməlisiniz. Azərbaycanın o 3 rəngli bayrağını 30 il hansı ki həsrət qalmışdır ki, Qarabağımızda o 3 rəngli bayrağımız dalğalanmırdı. Bizim güclü ordumuzun əskərləri o 3 rəngli bayrağı Qarabağımızda dalğalandırdılar. Əziz balalar, sizin də missiyanız o 3 rəngli bayrağı nəinki Azərbaycanda, Azərbaycandan kənarda da tanıtdırmalısınız. Bu gecə yuxuma girmişdi Şuşa. Pənah xan qəzəbdən tir-tir əsirdi. Şuşanı satanlar verib baş-başa. Şəhərin üstündə qiymət səsidir. Süd deyib onlara zaman vermişik. Sən demə zalıma aman vermişik. Apreldə cavabın yaman vermişik. Mən əskər andını içib gəlmişəm. Xəstədir düşmənim vardı mərəzi. Anamla etmişəm razi niyazi. Ya şəhid olaraq ya da ki qazi. Mən əskər andını içib gəlmişəm. Üzümü tuturam əziz uşaqlarımıza. Burada çıxışlarda da qeyd olundu, mən də biraz o fikirləri şiddətləndirmək üçün deyirəm. Əziz uşaqlar, bəlkə də düşünə bilərsiniz ki, biz uşağıq, nə edə bilərik, bizim üzərimizə hansı vəzifələr düşür və s. Əmin olun ki, siz balalar bugün dərslərinizi yaxşı oxumaqla, böyüklərinizin, müəllimlərinizin sözünə qulaq asmaqla, öz davranışınızla bax bu əziz şəhidlərimizin qanının
əbəs yerə axmadığını sübut etmiş olacaqsınız. Dua etdik göylərə, baş döndərən yerlərə, əngəl bilməz aşarıq, uca qağlı dağları, düşməni dəmir yumruğu əzərəm, hər yerdə mən varam, havada, zaman və hər yerdə, Çin, komando, vətən, Səbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəzər, Laçın, Dumanlı dağların başına dumanları sürməli peymə uydum. Keçdik rəyanımlarımız gözəl yurdum. Dumanlar başında duman görür, duman görür. Düşmən haqdan cəza bulur, yetməyə yollar qurulur, Turan birliyi qurulur, müjdə Şuşa, biz gəlirik. Artıq Şuşa qan ağlamır, İsa bulağından qan püskürmür, Pənah xan qəzəbindən tir-tir əsmir, Vaqifin qəbri ot tutub yanmır. Bugün Azərbaycanın bir vətəndaş günüdür. Daha azadsan Xarı Türbün, doğmalarına qovuşdu. Bu yerlərin əsl sahibləri gəlib artıq. Hər daşında torpağında dədə babalarımızın izi olan Şuşa torpaqları artıq öz sakinlərinə qavuşdu. Bundan sonra Cıdır düzündə ta qədimdən məşhur olan Qarabağ atları 4 nal satılır. Ruhlarımız rahatlıq tapdı. İndi Şuşa torpağında neçə səxavətli, xeyirxah nalkomanlar yetişəcək. Azərbaycanı sevin, sevin Azərbaycanı. Sevgimiz xilas eder bu gün Azərbaycanı. Bir daxili kim yanar? Ona bizdən savayı. Qan istəsə qan verir. Sevin Azərbaycanı. İndiki dərdlərinə eşqimiz əlac ola. Azərbaycanı sevin, sevin Azərbaycanı. Gözün aydın, ana yurdum, ulu Turan. Gözün aydın, sen ey bütün Azerbaycan. Gözün aydın, ana yurdum, ulu Turan. Gözün aydın, sen ey bütün Azərbaycan. Ağayların gedəyindən Doğuşuna laf deyirlər Gözün aydın kuş dünyası Gözün aydın kuş dünyası Gözlediğin Turan değil Qardaşımın yaş mərəsimində çiğnmə saldığım yaylığımdır. Və onun üstündə buradakı ilmələrin sayı qədər mənim ağır günlərimin şahidi olan acı göz yaşlarım var. İndi mən sizin qarşınızda bu yaylığımı çiğnindən götürərək
Azərbaycan üç rəngli bayrağını başın üstünə qaldıraraq Ulu Öndər Heydər Əliyevin dediyi aforizmi böyük ehtiram hissi ilə təkrar edərək deyirəm ki, mən fəxr edirəm ki, Azərbaycanlıyım. Azərbaycan ordusu, azadlığın mübarək vətən. Hanı gəlir dedilər, Qarabağın xanı gəlir dedilər, adı gəlir, sanı gəlir dedilər, çıx sancıdır meydanından görünür, İlham yazdı yeni dövrü zamanı, odur xalqın ümid yeri gümanı, bu milletin tarixinin hər anı, Heydər Baba dastanından görünür, Azərbaycanda